polis əməkdaşı bura. Hiçbir dövlət qurumunun qarşısında göz qırpıq jurnalistika ilə məşğul olmaq istəmirik. Çıxmışam qazlı balıyla. Mənə dedi ki, sən kimsən ki, məni çəkirsən? Ancaq Vedat ilə bağlı suallar. Demişə, Əfqanı oğurlayıblar, xoşlarına gəlməyib. Mənə məhdudiyyət qoyulması üçün məhkəməyə müraciət edib. Heç nə izah eləmir. Meydan işi ilə bağlı çox güman ki, çünki bununla bağlı istintaqa cəlb olmuş. Mən heç kimə, həmçində hökumətə o ixtiyarı verməmişəm ki, məni izləsin, mənim danışıqlarımı dinləsin. Şikayət edəcəyik məhkəmələrə, bunun araşdırılmasını tələb edəcəyik prokurorluqdan. Araşdırma jurnalistikası olmasaydı, yəqin ki, sadə insanlar onların həyatları haqqında təsirləyici qərarlar verən şəxslərin korrupsiya cinayətləri ilə bağlı məlumatsız olardılar. Qarabağda əkin biçinlə məşğul olan şirkətlərin içərisində prezidentin qızlarının, DTX sədri Əli Nağıyevin, prezidentin təhlükəsizlik xidmətinin rəisi Bəylər Eyyubovun ailə üzvlərinə məxsus şirkətlərin adı. Füzuli Beynəlxalq Hava Limanının tikintisində iştirak edən şirkətlərin danışmaq istəmədikləri mövzu pendir. Mən ürünü içəridə qoyub, özüm bıraxsa rahat həyat yaşaya bilmərəm. O mənim gözümün işığı. Belde mükafatı kampanyası bu yıl Sevinç Vali Kızına vermek kararı. Prior to arrest, Seving wrote, and I quote, "I don't feel fear anymore. I know what they can do. It does not stop me." Baxdığınızda hər bir insanı layiq olduğu yerdə oturdur tezi gecə. Yəni bu mümkün deyil ki, onlar axıra qədər bu cür davam edə biləcəklər, xeyr, davam edə bilməyəcəklər və onların da bir gün məsuliyyət daşıyacaqları bir dövlət qurulacaq burada.